İnsan nə qədər günaha düşməsinə baxmayaraq, nə qədər çətinliklərin olmasına baxmayaraq, həmişə ümid bəsləməlidir. Və ümid də əsasən nə vaxt olur? Əməllərdən sonra olur. Yəni bir var, arzu və yaxud da xülya deyilir. Yəni insan ibadət etmədən, savab gözləməsi və yaxud da tövbə etmədən bağışlanacağını gözləməsi. Bir də var, insan namaz qılır, ibadət edir, savab gözləyir, əməlinin qəbul olunacağını gözləyir və yaxud da tövbə edir, tövbəsinin qəbul olmasını gözləyir. Yəni ümid belə olur. Çünki Allah Teala Bəqərə surəsində İnnellezîne âmenû vellezîne hâceru və cahadu fi sabilillah ulaike yercûne rahmetallah. Yəni o kəslər ki, iman gətirdilər, Allah yolunda hicrət etdilər və Allah yolunda vuruşdular və onlardır Allahın rəhmətinə ümid bəsləyənlər. Yəni ümid əsl raca, hansı ki o qəlb ibadətlərindəndir və bu da yəni əməl etdikdən sonra olur.